Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, təxminən 12-13 gün əvvəl mənim o rəlki boz daniyə davaq çıxmışdı ağzından. Biraz da yaxınlaşayım. Baxın bu daniyə. İndi məni görüb baxır, yoxsa savaqdan otdu oldu. Bircə gün oldu davaq. Sadəcə bir gün, məsələn, bu savaq davaq çıxdı. Savaqçı gün sabah tezdən başladı otlamağa. Əvvəlki videoda dediyim kimi marqansla dezinfeksiya elədim gündə 4-5 dəfə. Eyni qaydada bu qalanlarını da baxın 5 dənədirlər. Bunların hamısını da marqansla dezinfeksiya eləyirdim hər günə ki, bunlara da küsməsin. Sadəcə buna küsmüşdü davaq. Onunla bərabər bunları da dezinfeksiya elədim, bunlara küsmədi. İndi şərhlərə baxıram, hərə bir söz yazıb. Yəni yaxşı yazan da var, super yazan da var, lap yaxşı yazanlar məsələn. Biri yazıb, bir neçəsini deyim yazdıqlarının, bəlkə də işinizə yarayar. Məsələn, biri deyir ki, mən bilmirdim marqansı yoxlayacağam. Biri deyir, sən hələ təzən bilirsən. Mən təzə bilmirəm dostlar, mənim təxminən 7-8 il əvvəl nəyimizin ağzında davaq çıxmışdı. Onda mən bildim ki, marqansla davaq müalicə olunurmuş, sağalırmış. Ondan bəri bizim mallara davaq küsmürdü. Elə düzəməli də malımız olmurdu. Bizə arada bir neçə il malla məşğul olmadıq. Sadəcə bir il gənə danalar almışıq. Bir ildə gəldi bu balacaya küsdü. Bunda da gene marqansı yadıma düşdü. Öydə varmış, tapdım. Dezinfeksiya elədim. Bir gün içində də qurtardı. İndi şərhlərə baxıram, hərə bir müalicə metodu yazıb. Mənim videoyu çəkməkdə məqsədim əslində oydu ki, mən marqansı bilirdim, onu demək. Bildiyimizi bir-birimizə demək yaxşıdır. Biri yazıb ki, birinci dəfə də eşidirdim mən bəzilərini. Məsələn, biri yazıb ki, gözüm yeni gətirən vaxtı gözüm üstündə göy qabığı olur, yaşıl qabığı. Onunla deyə müalicə eləyirlər. İndi onu bilmirəm, suda qaynadırlarmı, ya nətər əzif suyunu mu çıxardırlar, nəsə də onunla deyir müalicə olunur. Biri yazıb benzinlə dezinfeksiya elənir. Eyni mən marqansan elədiyim kimi benzinlə dezinfeksiya, onu da birinci dəfə də işləyirdim. Biri yazıb ki, marqansın suya qatmamışdan quru marqansa, quru zəy tozunla qarışdırıb onunla da müalicə eləmək olurmuş. Biri də yazıb ki, hər birinizdən üzr istəyirəm, sidiklə deyir, müalicə olunur, dezinfeksiya eləyirlər. İndi onu, yəqin ki, malum öz sidiyi olar. Onu da eşitməmişdim. Biri də yazıb ki, rəhmətli atam deyir, duzla ovuşdururdu malın ağzını. İndi onu yazanın atasına Allah rəhmət eləsin, onu mən də çox eşitmişəm. Davaq olan malları hamı bir-birinə deyir ki, get duz gətirlə, duzla oy malın ağzını. Sonra Azərbaycanda çəkilib TikTokda rast gəldim video. Biri beləcə adi göy otu pişif gətirib, bu yaşıl otu gətirib davaq olan malın qabağına qoyub, mal o otu yeyir. İndi davaq olan mal quru ot möhkəm dediyini yeyə bilmir, yaş otu yeyir. O da deyir, mən deyir, yaş otuna müalicə eləyirəm deyir. Yəni, o da əslində ağla batandır ki, mal yaş otu heç olmasa yeyir, mal canından küsmür, arıqlamıyor davaq qutarana qədər. Yəni, malın bədənində immunitet yaranır, o otlardan lazım olan vitamini götürə bilir. Sonra Türkiyədə də bir videosunu çəkib paylaşmış ki, ilənmiş, posmuş pomidorlarla da müalicə olunurmuş. Pomidor yeni posmağa, ilənməyə başlayanda onu əlində əzif dananın, malın ağzına, burnuna yaxır. Onunla deyir, davağa müalicə eləyirəm deyir. Dostlar, bir də mən əvvəlki videomda demişdim ki, iğniyə, dərmənə yalan yerə pul xərcləməyin. Onu niyə demişəm? Ona görə ki, mən çox adamdan eşitmişəm ki, deyir, malımı davaq tutub.
Filan iğne vurdum, xeyri olmadı. Filan dərman aldım, vurdum, xeyri olmadı. Nə bilim, bunu verdim, onu elədim, xeyri olmadı deyir. Bir adamdan eşitmədim də ki, bu dərman mənim malıma xeyir elədi. İndi şərhlərdə belə də yazıb ki, sən deyir nə alimlik açırsan. Davağın dərmanı deyir, formalindir. Yaxşı, indi onu yazan adama deyirəm. Alimliyi mən açmayım, indi sən aç. Millətin malını davaq qırıyor, nə ayırmalıyıq? Sual verirəm də, nə ayırmalıyıq millətin malını davaq qırıyor? Bildiyimizi bir-birimizə öyrətməli deyil. İndi sən formalini bilirsən, mən bilmirəm, başqası bilmir. Ola bilsin ki, formalin doğrudan da kömək eləyir davağa. Bunu deyək daha nə olur ki? Yəni mən heç yoxlamamışım. Biz formalinin adını birinci dəfə indi eşitdim. O şərhə baxanda eşitdim ki, birinci dəfə formalin adında dərman var imiş. Ola bilər ki, yoxlayıbsan, ola bilər ki, ya qonuda qonşunda kimsə yoxlayıb, effekt verib də, xeyri dəyib də bunu deyilən biz də millətə deyək. Yenə deyirəm, mənim bu videoyu çəkməkdə əslində məqsədim odur. Bildiyimizi bir-birimizə öyrədək, bunu özümüzlə o gün yaparmayıq ki. Biri də sual yazıb ki, yaxşı, marqansıyla deyir, müalicə elədik, ya da başqa iynələrlə, dərmanlarla müalicə elədik, bu xəstəlik gələn yenə gələcək. Bunu nətər eləmək olar ki, mala davaq heç düşməsin. Dostlar, doğrudan da bu davaq xəstəliyi elə bir zivildir ki, bu hər il avqustun ortalarından oktyabrın ortalarına qədər də bir ay, yarım, 2 ay mallara zulüm eləyir. Əsas da mallar yaylaqdan gələn vaxtlar olur. O vaxtlarda mallarımıza diqqət eləməliyik. Əlimizdə olan istəyir marqans olsun, istəyir başqa istifadə elədiyimiz dərmanlar olsun, ya dezinfeksiya maddələri olsun. Avqust ayından mallarımızı dezinfeksiya eləməliyik, dərmənləməliyik. Xəstəliklərə qarşı iynə dərman verməliyik. Bəzən eşidirik mallara davaq xəstəliyinə qarşı gəlib vaksinasiya vururlar. Onu elətməliyik, elətsək yaxşı olar. Ən azından onun da nə qədər olmasa xeyri dəyər. İndi ola bilər ki, kimsə bunun yolunu bilir ki, nətər eləmək lazım ki, doğrudan da mala ümumiyyətcə davaq düşməsin. Onu da yenə bildiyimizi bir-birimizlə paylaşsaq yaxşı olar. Neyse dostlar, bu videom da belə oldu. Salamat qalın. Gələn videoda görüşərik.